Yevlaxlı dindarlara qarşı təzyiqlər davam edir. Bununla bağlı İslam Azəri Az internet qəzeti Yevlax Cümə məscidinin dini icmasının sədri Hacı Ramin Quliyevdən müsahibə alıb. Biz Yevlax şəhərindən gələn müsəlmanlar, inanclı insanlar, Yevlaxda olan müsəlmanlara, dinimizə olan təzyiqlərlə əlaqədar 2009-cu ildə aprel ayının 19-da Yevlax şəhəri Cümə məscidinin ərazisi icra başçısı tərəfindən kiməsə hansısa bir vətəndaşa satılmışdır və yaxud tədbiq olunmuşdur, bilmirik. Onu bilirik ki, oranı hasarladılar ki, orada qeyri-qanuni bir dənə obyekt tiksinlər. Biz öz etirazımızı lazım olan orqanlara, başda cənab prezidentdən ta bütün Allah şükür Paşazadəyə qədər müraciətdə elədik və bu onların müdaxiləsi ilə dayandırıldı. O gündən etibarən nə qədər ki, bu ərizədə imzası olanlar, bu işdə öz etirazlarını bildirənlər ta bu günə qədər ciddi şəkildə təzyiqlərə məruz qalmaqdadır. Belə ki, onların ticarət obyektləri, iş yerləri hamısı bağladılır. Şəxsi avtomobilləri cürbəcür adlarla polis şöbəsinə aparılır. Bundan sonra bizim nə qədər ki, hicablı xanımlar ki var, işləyirlər, onlar işdən atılır. Məktəbə hicablı xanımlar hicabda gedə bilməzlər. Məscidimizin qapısının ağzına məktəb direktorlarından, sinif rəhbərlərindən, polis şöbələrindən belə nəzarətçilər qoyulur, qeydiyyata alınır. Və ondan sonra bizim bu axır problemimiz ki, bu boyda problemlərdən sonra iyun ayının 3-də Peyğəmbərimizin əziz qızı xanım Fatimiyyə Zəhra Salamullahi Aleyhanın mövlud münasibətindən hazırladığımız gül tədbirində ki, ana-bacılarımız gül paylayırdılar şəhərdə. Böyük balinsada, xəstəxanada gül payladıqları yerdə bacılarımız icra başçısı Yelmar Vəliyevlə üz-üzə gəliblər, qarşılaşıblar. O soruşub, siz nə edirsiniz? Burada cavabında deyiblər ki, Peyğəmbərimizin qızının mövlud günüdür, yəni qadınlar bayramıdır. Biz qadınları təbrik eləmək istəyirik. Və o da xanımlara çox nalayiq sözlərlə hicab bağlayırsınız, 100 dənə oyunlardan çıxırsınız, siz hicab bağlayanlar hamısı pis yolda olanlarsınız, sizin yoldaşlarınızın qeyrəti yoxdur. Bu cür təhqiramiz sözlərlə hicablı xanımları təhqir eləmişdi və biz onun cavabını sözlə versək də başqa cür vermək əlimizdən bu cür gəlmir ki, biz istədik hər şey bu məsələ aydınlaşsın, işıqlandırılsın ki, qeyri-qanuni bizi başqa cür don geyindirə bilməsinlər. Amma çox təsirli olsun, onlar yenə də öz məkirli hilələrlə əl çəkmirlər. Bizim bir dənə mömin qardaşımızın neçə ildir övladı olmurdu. O öz övladının övladı oldu onun və xanım Zəhranın mövlud günü Yevlaxın Cırdaxan kəndində bir dənə məclis hazırlamışdı və ana bacılarımızı, möminləri ora dəvət eləmişdi. Biz ora çatanda gördük ki, polis şöbəsi tərəfindən, Milli Təhlükəsizlik Nazirliyinin işçiləri tərəfindən və İcra Hakimiyyətinin işçiləri tərəfindən bu məclis dağıdılıb, palatka sökdürülüb, stollar yığışdırılıb, süfrələr yığışdırılıb və orada biz öz etirazımızı bildirdik, amma heç bir qarşı durma olmadı. Buna baxmayaraq onlar bugün bizim haqqımızda bəzi qardaşlar haqqında cinayət işi açıblar ki, güya biz onlara təzyiq eləmişik, dövlət hisslərini vurmuşuq, hansınasa əl qaldırmışıq. Bu cür bunlar öz işlərindən əl çəkmirlər və biz məcbur qaldıq. 100-ə yaxın Yevlax inanclıları, ana-bacılarımız, körpə uşaqlarımız, hamımız bu paytaxtda Bakıya üz tutmuşuq və lazım olan yerlərə müraciət etmək istəyirik ki, bizim bu məsələyə bir aydınlıq gətirsinlər, bu təzyiqlərə son qoyulsun və insanların da, Yevlax sakinlərinin də fikirləri budur ki, ya bu məsələyə son qoysunlar, ya bir yolluq bu məsələ qutarsın və yaxud da bizi bir yolluq özləri bildikləri kimi bir anzam versinlər bu işə. İnşallah biz ümid edirik ki, bu məsələlərə, dinimizə qarşı olan təzyiqlər inşallah son qoyular və bu sakinlər ki, nahaqsız yerə incidilir, bunlara bir gün son qoyular. Yevlaxda Azərbaycan Konstitusiyasından yox, özlərinin qoyduğu qanunlarla hərəkət edirlər və biz də tabeyik Azərbaycan Konstitusiyasının qanunlarına, nəinki kiminsə qoyduğu qanunlara. Biz bir söz deyəndə deyirlər, gedin kimə şikayət edirsiniz, edin. Prezidentə istəmirsiniz, istəyirsiniz onun xanımına şikayət edin. Bizim heç bir sözümüzə qulaq asan yoxdur, haqqımızı heç kimdən tələb edə bilmirik. Günü-gündən bu təzyiqlər artır və son nəticə də budur ki, artıq biz bu təzyiqlərdən bezmişik. Evimizdən xanımlarla, uşaqlarımızla, övladlarımızla, bütün inanclı insanlar hamısı bugün prezident aparatının qabağında da biz olduq. Mətbuat konferansda keçirildi və biz müraciət edirik Azərbaycanda İslam yönlü təşkilatlara, hüquq mühafizəçilərinə, müdafiəçilərinə ki, bu bizim olan bu işlərə bir dənə aydınlıq gətirirlər, onunla maraqlanırlar bu məsələlərlə ki, bizim hüquqlarımız, hicablı xanımlarımızın hüquqları tapdanır, bununla əlaqədar bizə köməklik edirlər.